Bunlar Bakı kəndində yox ha, həqiqətən rayonda yetişdirilibdir. Bilinir də vidlərindən, fasonlarından, arıq olub, zivey olmaqlarından. Bir də ki, bax, bu pipik rəngləri var. Sağlam toyuğun pipik rəngləri, bax, ideal budur. Qıpqırmızı. Nə mal olsa satdıq, mən əlaqə saxlaya bilərəm Bakıda. Kəsir şeylər, ördək, toyuq, zat, hamısını alırsınız da. Dovşan. Şişirdilmiş qiymətlə yox, indi bazarın qiyməti eləsə olur zəng edir ki, mən 13 manata satdığım ördəyi mən 18 manata, 20 manata. Yəni burada satılandan 1-2 manat, 3 manat aşağı olmalı. Çünki bizim burada yer pulumuz var, rasxodumuz var. Yəni götürərik. Kimin nə mal olsa. Salamlayıram dəyərli dostlar. 29 mart yağışlar 28-i çox güclü oldu. Bildiyiniz kimi. Biz də Sabunçu bazarındayıq. Yəni sizlər üçün videosuz qalmayasınız deyə çəkirik. Videonun sonuna qədər izləyin. Belə video yəqin ki, izləməmisiniz indiyə qədər. Bu videonu da maksimum bəyənək, paylaşaq ki, yəni yaxşı olduğuna görə yox, daha çox insana getsin deyə və kanalımız aktiv qalsın deyə. Vəziyyət budur. Bunların da su ora qədər qalxıb. Su düz ora qədər qalxıb. Bu izəyə qədər qalxmışdı da su. Bu izəyə qədər hamısı sudur. Allah köməyiniz olsun. Pulunu kim verəcək Allah bilər. İnanma kimsə verər. Allah yox, boyun qaçırdır. Yəni kim verəcək heç kəs. Çox adam ya burada da, bu tərəfdə də yem mağay hamısının su içəri girir. Göstərim bazarı sizlərə. Və buna rəğmən biz də yenə qiymətləri soruşacağıq sizlər üçün. Burada mağazinlər var, bunlar da hər gün burada olurdular. Qiymətləri soruşuram sizlər üçün. Yenə var, amma saz vardı da. Bu da elə özün göstərdi. Bunlar üçün indi deyəcəm, ətraflı məlumat verəcəm sizlər üçün videoda da şəkil yerlə. Bunda qiymət neçədir belə? 70-ə. 70 manata. 70 manatadır. Rəngini də göstərim sizlərə. Bazar olsun. Su belədir burada. Bir cüt. Erkəkçidir bunlar, hə? Şamalçı. İkisi də erkəkdir, ikisi də erkəkdir. Sağ ol. İkisi də erkəkdir. Səndir bunlar ya? Neçə deyildi bunlar? Birin ya cütün? Biri 45 manat. Şamalçı gətiribdir bazar ördəklər. 15 günlük ördəklər var 3.50-yə. 3 manat 50 qəpiyə. Burada körpələr var. Körpələr 2 manatadır. Körpələr kimi. Bunlar neçə günlükdür? Bunlar 3 günlük. 3 günlükdür. Kubandılar da? Pekindir. Pekinlər. Pekinlər. Yox, Pekindir. Bunlar eynidirlər çamalçı bunlar. Sən nömrədə çamalçı. 055 55 733 733 0111. 0111. Bazar olsun çamalçı. Burada da dekorativlər gördüm. Cabir nə var nə yox? Necəsən? Sağ ol. Bu yağışda hamı sizi tərk eləsə də mən tərk eləməyəcəm. Hey. Çamalçı. Avstralop koruz var 30 manat. Avstralop. Bu Avstraloplarda belə qırmızı olmağı normaldır ya. Yox, Avstralop bir tanesi. Bu da Avstralop, bu da. Bu da Avstralop. Atakastılar. Ataks xoruzu, digərdə normal xoruzdan. Qiymət neçə idi bunlar da? 30 manat. Avstralop 30 manat, digərləri Onlar da 28 manat. 28 manat. Burada da Frençlər gördük. 20 manat. Uçmazlar açsaq. Ya mən baxaram. Frençlər 20 manata. Xalko bir dənə fərə qalıb 20 manat. 20 manata bir dənə fərə. Xoruz Bu xoruz 25'ə. 25 manata da bu xoruzdur. Orada da var. Kuşlar. Deməli. Dovşanlar. Bunlara bak. Dovşanlar var göyərçin. 10 manata, 15 manata. Belə bu. Eləyirlər var. Nə gözəldir bunlar. Bunlar bir yaxından çəkək. Yandır, gerçək. Əsl bırax həyətə də şeyinə qarışıq var bundan da görüm. Ne bileyim ha, neyse. Nə idi o? Adı yadımdan çıxdı. Bu da balalardı yani. Bunlar neçədir belə? Bunlar balalarla bir yerdə 50 manat. Bala ilə bir yerdə 50 manata. Bu hansıydı? Şəklini tapsam qoyuram. Hünkari deyil. Yadımdan çıxdı. Böyle neyle su Bax, uçarlar ha. Var. Bax, uçarlar. Qırqovlar Göyərçinlər var. Qılqorlar da vardı. Bildirçinlər də vardı. Bildirçinlər də var. 2.50. Bildirçinlər 2 manat 50 qəpiyə. Kuşlar da var.
Cabir kişi də quş olur, pastayanı. Quş olur Cabir kişi də. Sağ ol. Sağ olasın. Gel, kırpıllar ne buradadır? Qaranlıqdır. Biz ağardıq ondan. Bizim kameramız ağardar ondan yəqin. Ya yox, ağartdı bir balaca. Xeyləkdir ki, qıl qoyurlar. Maşallah, qayda olarsın gəl. Ha, elə neçədir bu fərələr? 40 manatdan. 40 manata biri fərəni. O xoruzlar? Ha, xoruzda. Xoruzlar biri 40 manata. Ha. Nömrə deyirsən Cabir kişi? Fərələr yumurtlayır. Yumurtlayırlar fərə. Nömrə deyirsən? 055 55 olacaq olmayacaq elə? Olacaq, olacaq. Ha, aha. 765 765 85 85 23. 23. Bazar olsun. Sağ ol, çox sağ ol, var ol. Ha, bu gün belə deyək, qabaq çöldə qiymətləri deyildi, içəridə də heyvan oldu, yəni vaxt olmurdu girməyə içəriyə. Bu gün necə vaxt vardı. Ha, ona görə içəridə də qiymətləri rahat deyirlər. Qiymətləri deyə bilirsən? 12 manatdır. 12 manatdan kənd toyuqlar. Bu birislər? Hamısı 12 Ha, bunlar da 12. Xoruzlar da? Yox, xoruz 20 manat. Xoruzlar 20 manatdan. Başqa nə var? Burada da var. Çolpala bu da 8 manat. Bu çolpalar. Kilo yarım. Lider 55 dinədir bunlar. Neçə? 8 manata? 8 manata. Bu xoruzlar? Xoruzda 20 manat. Yeri bunlar böyük tabii. 3 nə qədərdə olar bundan? 3 kilo gələrlər də. Həm Mirzəkişi də hər gün burada olur. Yeri buradır. Ha, bazar olsun Mirzəkişi. Sağ ol. O deyirlər, bunlar nə vaxt orada? Hər gün burada olurlar bunlar. Bax, yağış, sel, su, bura adiyyat. Bunlar adiyyat yoxdur, yəni hər gün burada olurlar. Murad, qiymətləri deyə bilirsən? Hə, toyuqlar. Toyuqların qiyməti 10 manat. 10 manatdan. Yumurtlayırlar bunlar ya yox? Bunlar yumurtlayırlar. Yumurtlayırlar. Qəşəng bildirçinlər var. Xoruzlar? Xoruzlar 20 manat. 20 manata xoruzlar. Ha? Bildirçinlər 2 manat. Bildirçinlər 2 manat 50 qəpiyə. Bunlar yumurtlayırlar, hələ yumurtlamırlar. Amma hazırdırlar da, yumurtaya hazırdırlar. Hazırdırlar yumurtaya. Sonra sesar kamera var orada. 18 manat. Hint toyuqları, frenklər. Neçə? 18 manata? 18 manat. Orada quş da saxlayırsan. Ay, yuvalar, zadlar. Murad, dovşanlar neçə? 10 manat, 10 manata, 12 manata. Hər qiymətə var. Bu ördəklər də səndir? Onlar o bir sərfini 8 manata verilir. 8 manata. Aha, buradakılar lallar. Bunların fərələri 15 manat, erkəkləri 25-ə də var. Fərələr 15, erkəklər neçəyə dedin? 25-ə 30. 25-ə Bunlar da 30. 13 manat. Bunlar da 13 manatdan. Ha, Murad, nömrə deyirsən? Ha, 055 055 720 720 78 20. 78 Kimdə 20. hə, nə mal olsa satdıq, mən əlaqə saxlaya Baba, bilərəm. kəsir şeylər, ördək, toyuq, zat, hamısını alırsınız da. Dovşan. Şişirdilmiş qiymətlə yox, indi bazarın qiyməti eləsə olur zəng edir ki, mən 13 manata satdığım ördəyi mən 18 manata, 20 manata. Yəni burada satılan 1-2 manat, 3 manat aşağı olmalı. Başa Şimdi düşdüm. bizim burada yer pulumuz var, rasxodumuz var. Yəni götürərik. Kimin nə mal olsa götürərik. Bazar olsun elə. Sağ ol. Yəni demək istəyir ki, yəni məsəl üçün mən 18 manata satdığımı sizdən alarlar 13-14 manata da belə bir şey. Burada yaponkalar da var. Baba nə var, nə yox? Şefini alan. Necəsən? Sağ ol. Vallahi ne yok. Şükür, səndə nə var, nə yox? Şükür Allah. Yağış ilə nə edirsən? Yağış da. Yerinə yurduna yağır, hə? Hala ha. Daydı. Hala buradayım. Qiymət neçə dedim bunlarda? 15 manat. Bir dənəsi 15 manata. 15 manat. 130 manat. O fərayla, qırmızıları, məsələn, sibrat yeyəmirəm, Bəli. baltalayasınız. Qırmızılar cüt vurmaq olar qəşəng. Cüt vurmaq yəni bala yumurta almaq olar. Ha, bunlar neçədir hündüşkalar? Hindistonlar 30 manat. Hündüşkalar 30 manatdan. Neçə kilodur bunlar? Bunlar cavandılar ya hələ. Bunlar hələ 4 aylıqdılar. 4 aylıqdılar. 4 aylıqdılar. Hardasa diri çəkiləri gəlir də 3 kilo təmiz ətləri var. 3 kilo Diri təmiz çəkiləri ətləri gəlir var. hardasa 3 kilo yarım, 4 kilo. Bu şeylər toyuqluq fərələr Fərələr 7 manata gəlir. 7 manatadır fərələr. Ha, nömrə deyirsən? 070 070 280 99 80 280 99 80. Ünvan maçdağa. Ünvan maçları. Ha, bazar olsun. Çox sağ ol, var ol. Qısalarımızın kiloyu 12 manat, diri çəki. Erkəklər ha? Bəli. Kilosu 12 Registan manatdan. olsun, belə də Yumurta yumurtası neçədir indi hal-hazırda? Kət yumurtası 25 qəpik. 25 qəpiyə. 7 manat 50 qəpik eləyir birinizin dostlar. Ha.
Ha, bunları yaxından göstərə bilirik. Aç bir dənə yaxından göstərək bunları. Yaxşı. Toyuqlarımız hamısı yumurtar fərələrdir. Bunlar Bakı kəndində yox ha, həqiqətən rayonda yetişdirilibdir. Yəni, bilinir də vidlərindən, fasonlarından, arıq olub, zivey olmaqlarından. Bir də ki, bax, bu pipik rəngləri var. Sağlam toyuğun pipik rəngləri, bax, ideal budur. Qıpqırmızı. Gördünüz, bax, qıpqırmızı. Sap sağlamdır. Hamısı 9 aylıq fərələrdir. 9 aylıq 9-10 fərələr. ay fərədir. Burada da var ya. Yumurtlayanlardır. Burada da eynidirlər ya fərqlidirlər? Eynidir. Hamısı eynidir. Nömrə deyə bilirsən? 051 55 236 236 92 01. 92 01. Ha, onları təzə yığmışsan ha? Hə. Bir kaset yumurta yığıbdır. Ha. Bazar olsun, sağ ol kişi. Çox sağ ol. Sağ ol. Üzünlükdə bu qədər əlimdən gəldiyi qədər sizlər üçün bazarda olanları çəkiliş elədim. Bu videomuzda bu cür oldu.